Əziz izləyicilərim, bu mənim öz həyətimdir. Baxın, görün nə gözəl güllərim açıb. Cənnətdir, cənnət. Hamısını özüm əkmişəm, özüm becərmişəm. Alalar, göyərtilərin, diblərini təmizləyirəm, səliqəyə salıram. Çox qəşəng güllərim var. İndi də gedirəm, gicitkan yığıb uşaqlarıma bişirəsiyəm inşallah. Salam, sabahınız xeyir, əziz izləyicilərim. Bu gicitkandır, bunu belə yığıram, belə kitirləyirəm ki, kökü qalsın, yarpaqları çox gözəl olur. Sonra yığıram, bundan həm qoruma olur, həm də soğan zad qorub, suyuq kimi pişirəcəm. Pişirib çəkib sizə göstərəcəm inşallah. Gicitkanı yığdım, gətirdim. Bundan gicitkan suyuğu hazırlamaq istəyirəm. Ona nə tökürlər? 1 iskan yarım düyü götürmüşəm. Yağ götürmüşəm. Bir də 2 dənə soğan. 2 soğanı xırda-xırda doğrayıram, qızardıram. Mən taxtada doğraya bilmirəm. Həmişə demişəm, əzizlərim. Vəbşə taxtadan başarmır. Bir də tefal qazan işlədə bilmirəm. Ona görə də həmişə alüminium qazanlardan istifadə edirəm. Yəni tefal tavalarım da var, qazanlarım da var, ancaq işlədə bilmirəm. Mən həmişə alüminium qazanlar işlədirəm. Soğanı döydüm, qaza qoyum, qızarsın. Elə xırda-xırda doğrayırsın. Çox dadlı olur. Suyuğa hazırlayıb qoydum gicitkanı. Yerdə qalanını da belə ovuram. Əlimin içinə götürürəm. Belə ovuram. Üstünə biraz duz tökürəm.
Yuyub hazırladım. Özüm hazırladığım alça turşusundan da üstünə tökürəm. Çox dadlı və yeməli olur. Soğanım hazır oldu. İndi ona qaynamış tökürəm. Qaynamış tökəndə yemək çox dadlı olur. Tuz tökürəm. Düyüsünü də tökürəm. Suyum qaynadı. Düyüsünü tökəndən sonra suyum qaynadı. İndi isə gicitkanı da tökürəm içinə. Çox dadlı və gözəl yemək alınır. Mən həmişə bişirənəm. İzləyicilərim, siz də bişirin. Çox dadlı və gözəl alınır. İndi hazır olanda çəkib sizə göstərərəm. Bu gülüm gündə dəyişir rəngini. Elə bir sarı, yaşıl, göy, hər cürə rəngə çalır. Bu günlərim həm sarı olur, həm qırmızı olur, zəhrai rəng, üç cürə rəngi olur. Çox gözəl güldür. Artıq hazır olur. Pişdi, hazır oldu. Bir dadlı olur, çox gözəl, qəşəng, yeməli. Bunu sarımsaqlı qatıqla da yeyirlər. Kimin zövqü necə istəyirsə yeyə bilər. Qatıqla da, adi qatıqla da yeyirlər. Sarımsaqlı qatıqla lap dadlı olur. Hazır oldu, əziz izləyicilərim. Siz də bişirin. Çox dadlı və gözəl yemək olur. Nənəyə abunə olub like atmağı unutmayın.